Salam, hər vaxtınız xeyir olsun. Deməli, gəlin sinus 18 dərəcənin qiymətini hesablayaq. Sinus 18 dərəcənin qiymətini hesablamaq üçün biz sinus alfanı tapmalıyıq. Sinus alfa bərabərdir əslində bu sual. Burada alfa bərabər olsun 18 dərəcəyə. Mən də sinus 18 dərəcəni axtarıram da. Alfa bərabər olsun 18 dərəcəyə. Gəlin biz 5 alfanı tapaq. Hər tərəfi vuraq 5-ə. 5 alfa bərabər olur 5 vuraq 18 dərəcə. 5 alfa buradan nə eləyəcək? 5 alfa eləyəcək deməli 90 dərəcə. 90 dərəcə. İndi biz bu 5 alfanı da yaza bilərik ki, 2 alfa üzərinə gəlinsin 3 alfa bərabər olsun 90 dərəcəyə. Gəlin 3 alfanı keçirdək sağa. 2 alfa bərabərdir 90 dərəcə minus 3 alfa. 3 alfa. İndi isə gəlin hər tərəfi sinuslayaq. Sinus 2 alfa bərabər olsun sinus 90 dərəcə çıxılsın 3 alfa. 90 dərəcə çıxılsın 3 alfa. İndi sinus 2 alfanın düsturu nə idi? Sinus 2 alfanın düsturu idi ki, 2 sinus alfa kosinus alfa bərabərdir. Sinus 90 dərəcə çıxılsın. 90 dərəcə çıxılsın 3 alfa. Nə eləyəcək? 90-da ad dəyişir, amma işarə dəyişmir. İşarə müsbət olduğu kimi qalır. Çünki 90 dərəcə çıxılsın birinci rübə düşür ona görə. Birinci rübdə olacaq kosinus 3 alfa. Kosinus 3 alfa. Bax bu şəkildə. Bax bu şəkildə. İndi nə eləyək? İndi biz burada bir düsturu bilməliyik ki, kosinus 3 alfa bərabərdir 4 kosinus kubu alfa minus 3 kosinus alfadır. Bax bu düsturu biz bilməliyik. Bu oldu belə. Bu qalsın burada. İndi kosinus 3 alfanın yerinə bu düsturu tətbiq eləyəcəm. Gəlin eləyək. 2 sinus alfa kosinus alfa bərabərdir. Kosinus 3 alfanın yerinə yazıram 4 kosinus kubu alfa minus 3 kosinus alfa. 3 kosinus alfa. Bu oldu belə. İndi bax mən bunların hərəsindən kosinusu çıxardıram mötərizə xaricinə. 2 sinus alfa kosinus alfa bərabərdir. Kosinus alfanı çıxardaq mötərizə xaricinə. Nə qalır? Qalır 4 kosinus kvadratı alfa minus 3. Bu oldu belə. Və biz bilirik ki, indi burada kosinus daha doğrusu burada kosinus alfa. Kosinus alfa fərqli olmalıdır sıfırdan. Çünki niyə? Çünki sinus 18 dərəcə bərabərdir kosinus nəyə? Kosinus deməli 72 dərəcəyə. Ona görə kosinus alfa fərqli olacaq onsuz da sıfırdan. Ona görə biz hər tərəfə kosinus alfaya bölə bilərik. Bölək kosinus alfaya. Kosinus alfa. Kosinus alfalar getdi buradan. Nə qaldı? Oldu 2 sinus alfa bərabərdir 4 kosinus kvadratı alfa minus 3. Və biz də bilirik ki, kosinus kvadratı alfa bərabərdir 1 çıxılsın sinus kvadratı alfaya. Ona görə mən burada kosinus kvadratı alfanın yerinə bu düsturu tətbiq eləyəcəm. İndi nə olacaq? 2 sinus alfa bərabərdir 4 vuraq 1 çıxılsın sinus kvadratı alfa minus 3. 2 sinus alfa bərabərdir 4 minus 4 sinus kvadratı alfa minus 3. İndi nə oldu? 2 sinus alfa bərabərdir 1 çıxılsın 4 sinus kvadratı alfa. 4 sinus kvadratı alfa. Bunu da biz belə yaza bilərik də. 4 sinus kvadratı alfa üzərinə gəlsin 2 sinus alfa
çıxılsın 1 bərabərdir 0. Bu oldu belə. İndi yaxşı olar ki, biz sinus alfaya bir m deyək. Sinus alfa olsun m. Və bu m də daxil olmalıdır hara? M də daxil olmalıdır -1 parçasına. -1 parçasına. 4m kvadratı plus 2m minus 1 bərabər olur 0-a. Bunu diskriminantla gəlin həll edirik. Diskriminant bərabərdir 2-nin kvadratı çıxaq 4 vuraq -1. Bu da bərabər edir 4 üzərinə gəlinsin 16. Yəni elədi 20. İndi m1-i tapaq. m1 bərabərdir -2 üzərinə gəlinsin kök altda 20 bölünsün 2 vuraq 4. Bu bərabərdir -2 üzərinə gəlinsin. Kök altda 20 hər birimiz bilirik ki 2 kök 5 deməkdir. Ona görə kök altda 20-nin yerinə yazıram 2 kök 5. 2 kök 5 bölünsün 8. Bu da bərabərdir. Bunu belə yaza bilərəm də 2 kök 5 minus 2 bölünsün 8. Buradan indi 2-ni çıxardanda nə qalır? Yəni elə gəlin 2-ni çıxardaq burada. 2-ni çıxartsam nə qalacaq? Qalacaq kök 5 minus 1 bölünsün 8. 8 ilə 2-ni aparıram, qalır nə? Qalır kök altda 5 minus 1 bölünsün 4. Kök altda 5 minus 1 bölünsün 4. Bu oldu m1. İndi gəlin m2-yə baxaq. m2 bərabər olacaq nəyə? m2 bərabər olacaq -2 çıxaq 2 kök 5 bölünsün 8. Bu da bərabər olacaq nəyə? İndi buradan da indi nə olacaq? -2-ni çıxartsam qalacaq nə? 1 çıxılsın. 1 daha doğrusu üstə gəlinsin kök 5 bölünsün nə? Daha doğrusu müsbət 8. Bu da bərabərdir. Bunları da apardım, qaldı nə? Qaldı kök 5 plus 1 bölünsün -4. İkinci m-imiz də oldu bizim bu. İndi biz m-in müsbət qiymətini götürməliyik. Nəyə görə? Çünki biz sinus alfaya m demişdik. İndi biz alfada bizdə nə idi? Sinus 18 dərəcə idi. Sinus 18 dərəcə bərabər idi m-ə. İndi biz bilirik də sinus 18 dərəcə birinci rübə düşür də. Birinci rübdə sinusun qiyməti nədir? Birinci rübdə sinusun qiyməti müsbətdir. Ona görə biz m-in müsbət qiymətini götürməliyik. Yəni bu m böyük olmalıdır 0-dan. Ona görə mən bu mənfi m-i götürməyəcəm. Müsbət m-i götürəcəm. Deməli nə oldu? Sinus 18 dərəcə bərabər oldu kök altda 5 minus 1 bölünsün 4-ə. Bu da oldu belə. Deməli sinus 18 dərəcənin qiyməti neymiş? Sinus 18 dərəcənin qiyməti kök altda 5 çıxılsın 1 bölünsün 4 imiş. Bunun bir neçə müxtəlif çıxarışları var. Yəni bunu məsələn belə deyək də 3 bucaq qaydası ilə də çıxartmaq olar, amma ən rahatı yəni bu yoldur. İndi buna aid 2020-ci ildə birinci qrupların qəbuluna düşmüş. Gəlin belə bir sualın izahına baxaq. Sual deyir ki, 4 sinus kvadratı 18 dərəcə üzərinə gəlinsin 2 sinus 18 dərəcə plus 2,5. Bu oldu belə. Düzdür, indi deyə bilərsiniz ki, dərəcə azaltma ilə gedək. Olar, amma uzun yoldur. Bunun rahat yolu sinus 18 dərəcənin qiymətini yerinə qoyub hesablamaqdır. Olur nə? 4 vurulsun, kök altda 5 çıxaq 1 bölünsün 4-ün kvadratı. Üzərinə gəlsin 2 vuraq kök altda 5 minus 1 bölünsün 4. Üstə gəlsin 2,5. 2,5. Bu olur nə? 4 vuraq kök altda 5 minus 1-in
kvadratı bölünsün 16. Üstə gələk. 2 ilə 4 gedir. Qalır nə? Məxrəcdə qalır 2. Kök altda 5 minus 1 bölünsün 2. Üstə gəl 2 tam onda 5. 2 tam onda 5. 4 ilə 16-nı aparacam. Burada qalacaq 4. Oldu nə? Sürətdə gəlin açaq olur 5 plus 1 minus 2 kök 5 bölünsün 4. Üzərinə gəlinsin. Kök 5 minus 1 bölünsün 2 plus 2 tam onda 5. 2 tam onda 5. Bunları da ortaq məxrəcə gətirək. Gəlin bu hissəni hələ ki ortaq məxrəc eləyək. Ortaq məxrəc olacaq nə? Ortaq məxrəc olacaq 4. Bu olacaq nə? 6 minus 2 kök 5. Üzərinə gəlinsin 2 kök 5. 2 kök 5 minus 2. Üstə gəlinsin 2 tam onda 5 də olduğu kimi qalsın. İndi bu nə eləcək? 2 kök 5-lər gedir. 6 çıx 2 edir 4. 4 bölək 4 üzərinə gəlsin 2 tam onda 5. O deyilir 1 plus 2 tam onda 5. Deyiləcək 3 tam onda 5. 3 tam onda 5 bizim düzgün cavabımızdır. Cavab da olur C bəndi. 2020-də birinci qrupların qəbuluna düşmüş sualdır. Bəli, dərəcəni azaltma ilə də getmək olar. Sonra 2 qat bucağın düsturu ilə də açmaq olacaq sonraki mərhələlərdə. Amma ən rahatı elə sinus 18 dərəcənin qiymətini bilib, yəni məsələn belə deyək də, sinus 60 dərəcənin qiyməti nədir? Kök altda 3 bölünsün 2-dir. Biz zəhmət sən sinus 18 dərəcənin qiymətini də öyrən, eləsin kök altda 5 minus 1 bölünsün 4. Yəni belə, çox rahatdır. Sonra sinus 18 dərəcənin qiymətini biləndən sonra 2 qat bucaqla 36-da tapmaq olar, yarım bucaqla sinus 9 dərəcəni də hesablamaq olar. Bunları isə növbəti videolarda inşallah çəkib izahını paylaşacağım. Oldu, sağ olun, salamat qalın.